Baharın əsri gəlir çöllərdən ayar, sinəmə sırmayır şənurlar. Bizim şahidimizə sevdim, yenə mahnı oxuyur hafılar. Çıxanda sağaya mən hər səhər, düşünürəm, anıram yar səni. Evdə tablet bulyon hazırladım. Necə? Gəlin videoya bərabər baxaq. Əvvəllər tablet bulyonları marketlərdən alsam da, sonradan qarşıma çıxan bir yazıda oxudum ki, çox zərərliymiş və qərarı aldım ki, evdə hazırlayam. Hazırladım və mükəmməl alındı. Sizlərə də tövsiyə edirəm. Amma açıqlama hissəsini mütləq diqqətlə oxuyun, çünki tərəvəzləri miqdarı ilə orada qeyd edəcəm. Mən hazırladım və çox razı qaldım. Sizlər də hazırlayın, evlərinizdə sağlam qidalardan istifadə edin. Hazırlayan hər kəsə indidən nuş olsun. Mütləq dostlarınızla da bölüşün, hər kəs hazırlasın. Kəşfetimdə tez-tez rast gəldiyim mürəbbəli yumurtanı mən də hazırladım. Amma çox sevmədim. Mənim damaq zövqümə uyğun deyildi. Sadəcə video çəkmişdim və sizlərlə bölüşürəm. Əgər kimsə hazırlamaq istəyirsə, mənim kimi mütləq bu reseptlə hazırlasın. Mən əncir mürəbbəsi ilə hazırladım. Bəzi reseptlərdə qaysı mürəbbəsi və xurmadan da istifadə edənlər var. Mən düşünürəm ki, belə dadları sevənlər də var və hər insan mütləq fərqli dadları dadmalıdır. Mən daddım, çox da sevmədim. İnşallah izlədiyinizdən keyf almısınız. Əgər sizlər belə dadlar sevirsinizsə, mütləq bu reseptlə sınayın. Bütün evlərdə uşaqların ən çox sevdiyi yemək olan makarona biraz sevgi, biraz tərəvəz, biraz da Holland pendiri əlavə edərək çox ləzzətli bir dad aldım. İstədim sizinlə də bölüşəm. Bilirəm ki, siz də hazırlasaz, həm siz, həm də evlatlarınız bu yeməyi çox sevəcəksiniz. İlk olaraq bütün tərəvəzləri soba qabına qoyub 200 dərəcəli sobada yaxşıca közləyirəm. Sonra isə qabıqlarından ayrışdırıb əl blender vasitəsilə əzirəm. Ardınca isə qazançaya azca qoyduğum duru yağ ilə qarışdırıram. Sonra isə öncədən süzüb hazırladığım makaronlarla sosu qovuşdururam və ortaya mükəmməl bir ləzzət çıxır. Əminəm ki, hazırlasaz sizlər də çox sevəcəksiniz. Bu üsulla hazırlayan hər kəsə indidən nuş olsun. Qış hazırlıqlara tam davam edərkən bu sosu sizinlə bölüşməsəm olmazdı. 2 tərəvəzdən hazırlanan bu sos həm çox bərəkətli, həm də çox asandır. Öncə bibərləri yaxşıca bol su ilə yuyub, sonra isə 4 hissəyə ayırıb incə-incə doğrayırıq. Bibərləri yağda qovurub, üzərinə ət maşınında çəkilmiş pomidorları əlavə edirik. Daha sonra isə tam qaynara düşüb, biraz da qaynadıqdan sonra steril olunmuş bankalara doldurub bağlayırıq. Bütün ərzaqlar aşağı hissədə miqdarı ilə mütləq qeyd edəcəm. Siz isə bəyənməyi və yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Keçən il hazırladığım pomidor konservalarından qalmışdı. Necə eləyim, bunlar necə bitsin dərkən ağlıma yaxşı bir fikir gəldi. Pomidor supu. Unu kərə yağı ilə qovurdum. Sonra isə 1-2 diş sarımsaq atdım. Daha sonra isə hazırladığım konservaları qabıqlarından ayırıb ilə qazançaya əlavə etdim. Üzərinə də biraz su başladı qaynamağa. Fokur-fokur qaynadıqdan sonra əl blenderi ilə yaxşıca əzişdirdim. Üzərinə də 1 stəkan süd əlavə etdim. Sonra isə ədviyatsız olmaz dedim. Ədviyatlarını da əlavə etdim və mükəmməl bir ləzzət oldu. Üstünü isə kaşar pendiri ilə adı mükəmməldir. Hazırlayan hər kəsə nuş olsun. Bir dəfə hazırladıqdan sonra hər zaman sevə-sevə hazırlayacağınız bir kurabiyə resepti verim sizə. Alışılmışdan fərqli olaraq bu kurabiyə duzlu kurabiyədir. İlk olaraq otaq temperaturunda əriyən kərə yağını qaba boşaltırıq. Üzərinə az miqdarda duru yağ, ardınca çörək otu, susam, duz, biraz şəkər, qabartma tozunu əlavə edib yaxşıca qarışdırırıq. Qarışıma 1 qaşıq sirkəni əlavə edirik. Sonra isə unu asta-asta əlavə edərək xəmiri əlimizə yapışmayan yumşaq bir xəmir halında yoğururuq. Ardınca isə göstərdiyim kimi gündəliyirik. Üzərinə yumurta vururuq və 160 dərəcədə üzəri qızarana qədər bişiririk. Bu kurabiyə günlərlə də qalsa bayatlamır. Hazırlayan hər kəsə indidən nuş olsun. Bir çox salatlarda sevərək istifadə etdiyimiz qarğadalı konservasını bu səfər evdə hazırladım. İlk olaraq 12 ədəd qarğadalı aldım. Qarğadalıları təmizlədim və qarğadalı aparatı vasitəsilə dənələrini ayırdım. Sonra isə dənələrini yuyub süzgəcdən keçirdim. Ardınca isə bir böyük qazançaya su əlavə etdim və su qaynara düşməyə yaxın qarğadalı dənələrini suyun içərisinə əlavə edib 30 dəqiqə qaynatdım. Qaynayan qarğadalıları öncədən yuyub hazırladığım bankalara doldurdum və üzərinə suyunu,
duzunu, şəkərini əlavə etdikdən sonra qapağını bağlayıb bir dəsmalın altında 3 gün dinləndirdim. Ardınca isə sərin bir yerə qoyub qışa hazır hala gətirdim. Siz də hazırlayın və sevdiklərinizlə bərabər nuş edin. Postu bəyəndinizsə bəyənməyi və yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Ən sevdiyim ayda ən sevdiyim yeyəcək Ramazan ayında Ramazan pidəsi. Bilirsiniz, Ramazan pidəsi normal zamanlarda olmur və Ramazan ayına özəldir, Ramazan ayında olur. Mən də hazırladığım çox da gözəl alındı. Hazırladığım Ramazan pidəsini sizinlə də bölüşüm. Siz də hazırlayın, sevdiklərinizlə paylaşın. İstifadə etdiyim bütün ərzaqları açıqlama hissəsində qeyd edəcəm. Sizdən xahişim bəyənməyi və yazmağı unutmayın. Allah tutduğumuz oruçları, etdiyimiz duaları qəbul etsin. Oldukça faydalı, bol vitaminli pulluva supunu sizinlə bölüşüm. Bizim evin ən favori suplarından biridir. Əmin olun ki, bu videodan sonra sizin də evin çox ləzzətli bir yeməyinə çevriləcək. Asla Şotland yeməyi olsa da günümüzdə də istifadə olunur. Mədə bağırsaq xəstələri üçün çox xeyirlidir. İstifadə etdiyim bütün ərzaqları açıqlama hissəsində qeyd edəcəm. Sizdən xahişim bəyənməyi və yazmağı və çox sevsəz dostlarınızla bölüşməyi unutmayın. Hər kəsə nuş olsun. Dünən qızımın istəyi ilə çox ləzzətli, yumuşaq, umaçlı piroq hazırladım. O qədər ləzzətli idi ki, istəyirəm bu ləzzətli piroqu sizinlə də bölüşüm. İlk olaraq yadımdan çıxsa da çəkmək, unla şəkəri qarışdırmışdım. Unla şəkəri tam qarışdırdıqdan sonra üzərinə 1 stəkan duru yağ əlavə edib umaç halına gətirdim. Hazırladığım umaçdan 1 stəkan ayırdım. Sonra isə ardınca bir qabartma tozu, 1 dolu stəkan qatıq, 3 yumurta qataraq təkrar mikseri xoda saldım. Onu qeyd edim ki, stəkan ölçüm 200 ml-dir. Sonra isə hazırladığım qarışımı yağlı kağız sərdiyim soba listinə yaydım. Üzərinə ayırdığım umacı əlavə etdim və 175 dərəcədə 25 dəqiqə bişirdim. Hazırlayan hər kəsə nuş olsun, sizdə. Bütün müsəlmanlar kimi mən də Ramazan ayını çox sevirəm və gəlməyini səbirsizliklə gözləyirəm. Ramazan ayında içimə qəribə bir huzur doğur. Bu ayın bərəkəti, bu ayın rəhməti və mağfirəti insanları sanki daha da ılımlı edir. Bu ayda qonaq çağırmayı, iftar süfrəsinə və qonaq getməyi çox sevirəm. Elə Ramazan ayının 2-ci günü iftar süfrəsinə bacım ilə dəvətli idik. İstədim ki, sizin üçün kiçik bir süfrə çəkim, Ramazan süfrəsi. Əlbəttə ki, tamamlaya bilmədim həmişəki kimi. Oruç tutanlar gəldi və mən onların haqqına girə bilməzdim. Onun üçün süfrənin tamamını çəkə bilmədim və hər kəs süfrəyə oturdu. Allah hər kəsə bol ruzu, bərəkət versin. Tutduğumuz oruçları, etdiyimiz duaları Allah qəbul etsin. Hələ də bu axşam nə bişirim deyə düşünürsünüzsə, mütləq karnıyarıq hazırlayın. Karnıyarıq Türk mətbəxinə aid olan çox ləzzətli və asan yeməklərdən biridir. Əlinizin altında hazır qiyməniz varsa, işiniz daha da asan olacaq. Hazır olan qiymənizə xırda-xırda doğranmış bir cəfəri əlavə edin. Sonra isə hazırlayacağınız badamcanları yuyun və orta hissəsindən kəsərək bütöv halda qızartın. Qızardılmış badamcanlara hazır olan qiymənizdən doldurun. Üzərinə bir pomidor, bir də biber əlavə edin. Sobaya atıb 170 dərəcədə bişirin. Buyurun, hazırdır. Bəyənməyi və yazmağı, yaddaşda saxlamağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Paylaşdığım çox şeyi sevərək paylaşıram, amma bəzən rəyləri oxuyanda çox gülürəm. Keçən dəfə oxuduğum rəy kimi bir xanım yazmışdı ki, yəqin ki sizdən başqa salatı evdə yeyən yoxdur, çünki salatı əllə qarışdırdınız. Çox təəccübləndim. Görəsən sizlər salatı nə ilə qarışdırırsınız? Əlbəttə qaşıqla, çəngəllə, əlcək giyinərək salatı qarışdırmaq mümkündür, amma mən inanmıram ki, bütün xanımlar evdə əlcək giyinərək iş görürlər. Gələk bu salatıma. Bu salatın bütün yeməklərin yanında ləzzətli gedə biləcək möhtəşəm bir salatdır. Yay boyuna hazırlayın, 3 ərzaqdan hazırlanır, çox gözəldir. Soğan, pomidor və cəfəri. Soğan və pomidor jülyen şəklində, cəfəri isə xırda-xırda doğranılır. Ədviyyatlardan isə üzərinə sumaq və duz.